Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən axşam saatlarında Şəki-Qax avtomobil yolunda bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, Opel markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Balakən rayon sakini 21 yaşlı ikicinsi şəxs xəsarət alıb. O, Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə yaralının vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı araşdırma başlanılıb. Şəmkirdə 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. 1993-cü il təvəllüdlü. İkicinci şəxs evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Hündürlükdən düşən şəxsin başı beton səthə çırpılıb. Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.